Yəni ki, özünüz özünə deyirsiniz ki, reallığa qaytarırsınız. Reallığı çoxaltmaq burada önəmlidir, düzdürmü? Reallığı necə çoxaldırıq? Özünüzə konkret olaraq göstərin. Fantaziya gəldi, bu fantaziyadır, yoxsa reallıqdır? Bu fantaziyadır, deyirsiniz özünüz özünüzə. Bu reallıq deyil. Realda mən bu günə qədər heç kəsə zərər verə biləcək potensialda biri olmamışam. Eləməmişəmsə, bu günə qədər deməli etmərəm də. O fantaziya gələndə sizə o apardıqca sizi uzaqlara, hə, mən birdən belə eləyərəm, mən necə adamam, mən necə zərər verə bilərəm, bilmərəm eləyərəm, bilərəkdən eləyərəm. Orada müxtəlif gəlir də, əxlaqla falan bağlı cürəbəcür gələ bilər. Və bunlar gəldikcə nə olur? Sən həbil beynində duman daha da çoxalır, duman çoxalır. Həbil ayağının altını görmürsən də gəzəndə. Bərk duman, qatı dumanın olanda necə olur? İnsan bilmir hara addım atsın. O da səni o fantaziyaların dumanın içinə salır. Duman azalsın, duman seyrəkləşsin, sən ayağının altını rahat görə biləsən deyə sənə yardım edəcək ancaq reallığı çoxaltmaq. Reallıqda olan hər bir şeylə bağlı söhbətləri çoxaltmaq. Reallıqla, OKP ilə bağlı yox. Söhbətlər, kimlərləsə maraqlanmaq, kiməsə kömək etmək, dəstək olmaq, nə bilim, nə bacarırsınızsa, ağlınıza nə gəlirsə, hər şey etmək, nə ki, sizə reallığı daha da həyatınızda çoxaldacaq. Bax, birinci siz bunu başlayanda, necə OKP başlayanda balaca başladı, sonra gücləndi. Bu da balaca, siz eləyəcəksiniz, sizə gözünüzə elə bir şey görsənməyəcək də, deyəcəksiniz, o qədər də kömək eləmir. Amma mütləq bir həftə içində sizdə bir 10% irəliləyiş görəcəksiniz. Mütləq görəcəksiniz. 10%. Yəni bunu da yavaş-yavaş bu reallıq sizin həyatınızda yavaş-yavaş güclənəcək, çoxalacaq, bərkiyəcək həyatınızda, yeri möhkəmlənəcək. Sizdə fantaziyalar zamanla çoxalıb, düzdürmü? Çoxaldıqca qorxunuz çoxalıb, qorxunuz çoxaldıqca duman çoxalıb, düzdür? Dumanı seyrəkləşdirə bilərsiniz, azalda bilərsiniz reallığı çoxaltmaq ilə.